Xoş gördük əziz izləyicilər, hər birinizi. Sizləri Mingəçevir şəhər Şəfa bağ masivindən salamlayıram. Cəmaatın dili ilə desək, erti bağlarından. Əziz izləyicilər, belə bir həyət evimiz satılır. Həyət evin qarşısı asfaltdır. Marşrut dayanacağından 100 metr məsafəsi var. Diqqətlə qulaq asın. Həyət evimizin marşrut 21 nömrəli marşrut dayanacağı ilə arası 100 metrdir. Evimiz tam hazır deyil, yarım tikilidir, 3 otaqdır, 3 torpağın içindədir. Torpağın birbaşa çıxarışı var, reyestrdən, hər bir sənəd qaydasındadır. Fikir verirsinizsə, qaz sağacı var, işıq sağacı, su sağacı, hər şey qaydasındadır. Əlavə məhəlləsində gördüyünüz kimi, bax bu mişar daşları, 1500 ədədə yaxın belə bir mişar daşları var. O da alıcının istifadəsinə veriləcək. Görürsünüz, burada da daşlar var. Əziz izləyicilər, məhəllə biraz səliqəsizdir, ona görə özür hesab edin. Çünki tikinti gedirdi, yarımçıq qaldı. Tikinti yarımçıq qalıb, olduğu kimi də satılır. Evin tikilişi çox möhkəmdir, hündür kürsülüdür gördüyünüz kimi. Otaqlar çox geniş götürülüb. 5 metr uzunluğunda belə bir navesi var. Bir daha təkrar edirəm, birbaşa asfalta açılır yolu. Marşrut 21 nömrəli marşrut dayanacağı ilə 100 metr məsafəsi var. Evin qarşısı ilə burayla qutarmır. Torpaq sahəsi evin arxasında da var. İndi sizə keçib onu da göstərəcəm. Bax, gördüyünüz bu xətlə zabor olacaq bu qaydada. Bayaq dediyim kimi evin arxa hissəsində boş torpağı var. Bax, bu gördüyünüz torpaq sahəsi evə məxsusdur. Ev odur. Buradan da yol olur belə. Haradasa 1 metr enində yol gəlir bağın arxa hissəsinə. Burada birbaşa yola açılır. İstəyən olsa evinin arxa hissəsindən öz üçün əlavə ayrıca bir ev tikib birbaşa yola da çıxışın qoya bilər. Əziz izləyicilər, evin qiyməti də çox münasibdir. Bugünkü bazardakı qiymətlərlə müqayisə edəsi olsaq, qiymət həqiqətən münasibdir. 3 sot torpaq sahəsində 3 otaq. Bir daha təkrar edirəm. Çölün belə dağıntılı olmağına görə üzr hesab edin. Burada tikinti işi gedirdi. Bugünkü gündə gedirdi, yarımçıq qaldı. Daxil olaq evin içinə. Evə daxil olan kimi sol hissədə birinci sanitar qovşaqdır. Fikir verirsinizsə, sanitar qovşaqda bütün kanalizasiya sistemi çəkilib. Bax, görürsünüz, hamısı su xətti, kanalizasiya xətti çəkilib, hətta çölə də çıxıb, çöldə birləşdirilməyib sadəcə. Digər sağ hissəsində mətbəx yerləşir. Burada evin mətbəxidir. Burada da həmçinin kanalizasiya sistemi çəkilib, su xəttləri çəkilib, çölə çıxardıb, sadəcə çöldə birləşdirilib. Mətbəxi gördüyünüz kimi kifayət qədər geniş götürüblər. Keçək sizi digər otaqlarla da tanış edeyim. Bura evin bir otağıdır. İstər yataq, istər uşaq otağı kimi istifadə edə bilərsiniz. Ev ağardılıb. Görürsünüz, polun atmaları hamısı var. Bura koridordur, tok sistemi çəkilib. Bura geniş otaqdır, qonaq otağı kimi istifadə eləmək olar. Ən böyük otağı budur. Keçək sizi digər otaqla da tanış edək. Otağın içində belə bir otaqda əlavə var. Buranın da valideyn otağı kimi, yataq otağı kimi istifadə eləmək olar. Əziz izləyicilər, bir daha təkrar edirəm. Mingəçevir şəhər Şəfa bağ masivində, ertinin arxasında 3 sot torpaq sahəsində gördüyünüz belə bir 3 otaqlı həyət evi təcil olaraq satılır. Evin işığı yanır, sayğacı var, qaz sayğacı var, su sayğacı var. İşığı çəkilib, fikir verirsinizsə, kanalizasiya sistemi çəkilib, içəridə daxildə bütün kanalizasiya işləri görülüb, padvalı var, su tutan yer deyil, yer səviyyəsi fikir verirsinizsə, hündürdədir deyənə, buranı heç bir sel su falan tutmur. Əlavə məhəlləsində 2000-ə yaxın mişar daşı var. O da 4 tərəfdən hasar almağa köməklik edəcək sizə. Digər materiallar, tikinti materialları da var. Qiymət çox münasibdir. Kimə maraqlıdırsa nömrəmiz də görsənir. Əlaqə saxlaya bilərsiniz. Bu fürsəti əldən buraxmayın. Çünki bu ərazidə get-gedə günü-gündən torpağın qiyməti qalxır. Hətta üzbəüz 3 sot torpağı 20 minə verirlər. Maraqlana da bilərsiniz. Diqqətli üçün çox sağ olun.